Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General Polkovniki Şahin Bağırov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyatı strukturların rəhbərlərindən tapşırıqlar verilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü gömrük postunda mövcud vəziyyətlə tanış olub. Gömrük nəzarətinin səmərəliliyinin artırılması, sərhəd keçmə və rəsmiləşdirilmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat və yük axınlarının idarə edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Televiziyaya və Report İnformasiya Agentliyinə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, rəqəmsal həllərə əsaslanan layihələr, eləcə də gələcək prioritet istiqamətlər barədə ətraflı müsahibə verib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Valeriy Pikalyovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş çərçivəsində nümayəndə heyətləri Rusiya Federal Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Yaraq qazmalar və Tahir kənd qazmalar gömrük keçid məntəqələrinin mövcud infrastrukturu, texniki təchizatı, buraxılış imkanları və cari fəaliyyəti ilə yerində tanış olublar. Dövlət Gömrük Komitəsinin Akademiyası 2025-2026-cı tədris ili üzrə məzun günü keçirib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasından, tələbələr üçün yaradılan imkanlardan məmnunluqla bəhs edilib, Akademiyanın qısa zaman kəsiyində ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından birinə çevrildiyi diqqətə çatdırılıb. Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük və logistika sahəsində qabaqcıl təcrübələrin mübadiləsi məqsədi ilə Koreya Respublikasına səfər edib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Gömrük Xidməti General-Mayoru Bəhruz Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İncheon Beynəlxalq Hava Limanında görüşlər keçirib. Azərbaycan və Çin gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi, gömrük sistemində rəqəmsal həllər, süni intellektin tətbiqi ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi və mübadiləsi məqsədi ilə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti Çin Baş Gömrük Administrasiyası rəhbərinin müavini ilə görüş keçirib. İki ölkənin gömrük orqanları arasında mövcud əməkdaşlığın vəziyyəti, gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə etibarlı gömrük, şəffaf idarə etmə və ictimai nəzarət mexanizmləri mövzusunda tədbir keçirilib. Tədbirdə korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, bu sahədə risklərin müəyyən edilməsi, ictimai iştirakçılığın və nəzarətin təmin olunması istiqamətində ölkəmizdə, o cümlədən gömrük sistemində həyata keçirilən tədbirlərdən bəhs edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.